Yüksələn əqrəblər bu dolunayın ən güclü təsir alanlarıdır. Çünki dolunay əqrəbdə oldu. Bu xüsusilə kimliklə əlaqəlidir. Çünki birinci evdə olan dolunaylar bu şəxsin özünə əlaqədar edər. Yaydığı vibe olsun, təəssürat olsun, bu dönəm çox ciddi bir təsir alar. Xüsusilə də emosional olaraq pik səviyyədə bir gərginlik diqqət etməlidirlər. Yüksələn ox atanlarda bu daxili dünyadır, şuur altıdır. Özəlliklə Yupiter yönetimindədir, bilirsiniz, ox atan. Gizli qalan qorxular bu dönəm açığa çıxacaq. Terapiyalar, şəfalanma mövzuları özəlliklə onlar üçün bu dönəm xarakterikdir. Yüksələn oğlaqlarda dostlar, sosial çevrə, xüsusilə gələcək planları mövzusu gündəmdədir. Bəzi əlaqələr bitə və yaxud da yeniləri başlaya bilər. Bununla da əlaqəli qərarlar veriləcək, hədəflər yenilənəcək. Dolça, sizin o səbirsizliklə gözlədiyiniz bölüm. Karyera və status mövzuları, özəlliklə dolçalar üçün bu dönəm çox önəmlidir. İşdə nəticə almaq, yüksəlmək, istiqamət dəyişdirmək bu dönəm sizin üçün gündəm ola bilər. Xüsusilə də üst düzeydə müdirlərlə münasibətdə bir qədər diqqətli olsanız yaxşı olar. Balıqlar və sonuncu olaraq balıqlar, inanclar. İnanc zaten balığın digər adıdır. Bundan başqa təhsil və uzaq yerlər, səyahətlər, xüsusilə də bu dönəm dünyaya baxış bucağı dəyişəcək balıqların. Hazır Saturn da balıqdan çıxmışkən genişləmək və böyümək fürsətləri yenə olacaq. Olar biz balıqla dolçanın yerini dəyişək? Məncə müvəqqət dəyişə bilərsiniz. Səyahət qərarı və yaxud da bir təhsillə əlaqəli köç qərarı ala bilər balıqlar. Mütləq dəyişməlidir. Bütün həftə inşallah bütün bürclər üçün xeyirli uğurlu olsun. Amin. Bütün insanlıq üçün xeyirli uğurlu olsun. Amin.